Bitirmə sənəti təlimimdə mən özümlə nəticələr əldə etmişəm. Birinci bundan da danışmaq istəyirəm sizə. Bitirmə sənəti təliminin hələ adı belə olmazkən müxtəlif metodlarla bir yerdə öz üzərimdə işləyib bəzi şeyləri buraxdığım olub həyatımda və bunu postlarda paylaşmışam, amma yenə də siz bunu YouTube-dan izləyirsinizsə, istəyirəm ki, YouTube-da bunu danışım. Mən həyatımda mən yenə qəbul edirəm. Bəlkə də bir çoxunun istədiyi standartlardan daha aşağıdayam ya da ki, istədiyi standartlardan daha yuxarıdayam. Heç bir fərqi yoxdur. Əsas odur ki, mən vaxtıykən olan o Helenin gözündə istədiyi bir yerdəyəm hal-hazırda və bu təbii ki, daha irəliyə doğru gedəcək. Buna niyyətlənmişəm. Sadəcə, yəni o dönəmdəki Helen üçün hal-hazırda olduğum yer çox böyük və istədiyi bir yerdir. Və bunun üçün çox şükür doluyam. Və mən bitirmə sənəti təlimi ilə işlədiyim əsas mövzular nə idi? Birincisi, həyatımda çox köhnələrdən nəzərdə tuturam. Hal-hazırda olan münasibətimdən danışmıram. Köhnə münasibətimdə davam edən döngünü həyatımda yenidən rastlaşdığım zaman özündən bağlı əsasən də bu mövzunu çözmək üçün bitirmə sənəti təlimini istifadə etmişdim. Ardından dostlarımla bağlı, dostluq münasibətlərimdə yaşadığım çətinliklərlə bağlı eyni döngüləri yaşayanda bitirmə sənəti təlimini istifadə edib doğrudan da sonrasında dostlarımla çox keyfiyyətli münasibətlər yaşamaya başlamışdım. Əks təqdirdə dostluq münasibətlərim çox soyuq, çox səthi. Soyuq da dediyim əlbəttə əyləm deyib gülmək, amma səthi qalırdı. Daha dərinləşmək getmirdi. Bitirmə sənəti təlimində bunu işlədikdən sonra həyatımda son illərdir ki, dostluq münasibətlərindən çox məmnunam. Allaha şükürlər olsun. İnşallah daha yaxşıya doğru getsin. Eyni şey münasibətlərin içində də bu baş verdi. Ardından bitirmə sənəti təlimində mən qazancımla bağlı danışmaq istəyirəm. Ümumiyyətcə mən vaxtıkən 9-dan 6 iş sistemində işləyərkən həyatımda bunları öyrəndikdən sonra ki, ən başlıcası işsiz qaldığım dönəmlərdən yer-yer danışmışam, bəlkə hatırlayarsınız bunları. 9-dan 6 işləyən Helendən vaz keçməyim lazım idi ki, irəliyə bilim. Bitirmə sənəti təlimi ilə bağlı, bitirmə sənəti ilə birbaşa bunu da işləmişəm. Çünki Helen beləliklə bu 9-dan 6-nı buraxıb öz işini qurmağa və öz işində pul qazanmağa başlaya bilmişdi. Ardından həyatımda pul qazanmağımla bağlı qazancımın hardasa 4 il bundan öncəyə baxaraqdan 10 qatını, Allaha şükürlər olsun, yəni minimum 10 qatını qədər yüksəldə bilmişəm. Şükürlər olsun. İnşallah bundan sonra daha da artıq olar. Sadəcə bildirmək istəyirəm ki, o Heleni buraxmam lazım idi ki, bu qədər qazana bilim. Bunu etmişəm. Ardından daha balaca bir evdə yaşayarkən, daha özümü qısıtlayan bir alanda olarkən, o qısıtlayan Helendən vaz keçməyim lazım idi ki, daha da irəliyə bilim. Ya da ki, 78 kilo həyatımda ən çox aldığım 20 kilo almışdım. Təbii ki, indi 10'unu atmışam, hələ ki 10 kilosunu atmamışam ki, bunun üzərində bitirmə sənəti etməyi planlayıram və bunu sizinlə mütləq ki, bölüşməyi planlayıram. Yəni o 78 kilo olan Helendən də vaz keçməyim lazım idi ki, hal-hazırda bugünkü günə gəlim. Və yaxud da çolkalarla özünü gizlədən, öz gözəlliyini qapadan, işığını qapadan, yetişkinliyini qapadan tərəfimdə buraxa bilməyim üçün bitirmə sənəti etmişdim, bitirmə sənəti və bunu da buraxa bilmişdim. Allaha şükürlər olsun. Yəni heç biri təsadüf deyil həyatımızda, bunu bilməyinizi istəyirəm. Həyatımda hələ balaca bir çox məqamlar var ki, nələrsə buraxmalı və yerinə yenisini açmalıydım. Bitirmə sənəti mənim üçün əlimdən tutan ən gözəl vasitələrdən olub. İnşallah bundan sonra da olacaq deyərdim mən burada. Ardından mən adicə vaxtıykən sadəcə deyirdim ki, mən seanslar edəcəm, marafonlar edən deyiləm, toplu seans edən deyiləm, təlimlər edən deyiləm. Dediyim halda o özünü qısıtlayan, qısıtlı ehtimallarda qalan, potensialını aşağı salan Helendən də vaz keçməyim lazım idi ki, bugünkü gündə mən artıq təlimlər keçirəm, toplu seanslar edirəm, workshoplar edirəm, bu şəkildə irəliyə bilmişəm. Bu çox vacib bir məqamdır. Yəni daha belə bir çox şeylər saya bilərəm təbii ki. İndi ağlıma gələnləri sizə deyirəm. Hətta səyahətlərlə bağlı. Yadımdadır ki, hələ 3 il bundan əvvəl, 3-4 il bundan əvvəl səyahətə yetişkin formamda çıxmamışdım. O səyahətə çıxmayan, özünü qapadan, özünü təfəkkürünün və yaxud da baxış bucağının genişlənməsinə əngəl olan o Helendən vaz keçməyim lazım idi. Beləliklə daha da irəliyə bildim. Daxilimdə özümə icazə verdikcə Şengen vizası ala bildim, gedə bildim, Avropaya çıxa bildim. Yəni bunlar mənə çox yaxşı gəldi. Səyahətlər eləyə bildim, gəzə bildim, əlimdən gələni edərəkdən irəliyə bildim həyatımda. Yəni bitirmə sənəti mənim üçün yeri ayrıdır, mənim göz ağrımdır. Çünki mənim qurduğum bütün təlimlər, bütün yaratdığım şeyləri mən çox sevirəm. Mənə çox xoş gəlir ki, bunları sizə verirəm və kimlərsə bunlardan faydalanır. Əlbəttə, bəlkə bu çox böyük kütlələr deyil, belə, nə bilim, bəlkə sizi görəcək 100 minlər və s. deyil. Amma mənim hal-hazırda xitab eləyə bildiyim bu kütlədə, bu 4 ilimə baxaraqdan çox yaxşı irəliləmişəm və buna görə də özümdən fəxr edirəm. Belə, istədim ki, bunları da sizə deyim və sizə bildirim.